Studiyamın dəyərli bir qonağı var, təqdim etmək istərdim. Belə ki, sosial tərəfdaş layihəsinin aparıcı mütəxəssisi Fariz İlyasov bizimlə bərabərdir. Fariz bəy, xoş gördük, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun Tapdıq bəy. Sizi və bizi izləyən bütün tamaşaçıları, izləyiciləri salamlayırıq və qeyd eləmək istəyərdim ki, diqqətləri bizdə olsun. Xüsusən də pensiya, təqaüd, sosial ödəniş alan hər kəsi diqqətlə bizi izləməyə dəvət edirəm. Çünki çox maraqlı yeniliklərlə sizin qarşınızdayıq və ümid edirəm ki, onları sevindirəcək məlumatları çatdıracağıq. Bəli, eşitməyən qalmasın, hər kəs ekran başına yaxın əyləşsin. İstərdim bu layihə haqqında bir geniş məlumat əldə edək. İlyas bəy, ardından digər sualları sizə ünvanlayaram. Bəli, Sosial Tərəfdaş layihəsi Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə həyata keçirilən layihəlıq layihəsidir. 2023-cü ilin oktyabrından fəaliyyətə başlayıb layihə və bütün respublikanı əhatə edir. Ölkə üzrə fəaliyyət göstərən mağazalar, marketlər, apteklər, klinikalar və digər seçilmiş xidmət müəssisələrində hansı ki, müqavilələr bağlanılır, sosial tərəfdaşlıq statusunu qazanır bu müəssisələr. Həmin müəssisələrdə ölkəmizdəki sosial həssas qrup insanlar, bunlara aiddir yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya alan, müharibə iştirakçılarına, daha sonra şəhid ailələrinə, ünvanlı sosial yardım alan ailələrə, bu kateqoriyadan olan insanlara bu seçilmiş müəssisələrdə endirimlərin tətbiq olunması əsas məqsəd daşıyır. Onların sosial rifahının yaxşılaşdırılması məqsədi ilə irəli sürülmüş və həyata keçirilən layihədir. Endirimlər necə tətbiq olunur? Endirimlər iki üsulla tətbiq olunur. Ən çox insanlara, bizim izləyicilərimizə, vətəndaşlarımıza çatdırmaq istədiyimiz məqam bu məqamdır. Birinci məqam pensiya kartı ilə, təqaüd kartı ilə qazilər, şəhid ailələri, az təminatlı ailələrin üzvləri, yaşlı pensiyaçılar və s. bu tərəfdaş müəssisələrdə alış-veriş etdikdən sonra, xidmətdən faydalandıqdan sonra ödəniş edərkən postterminal vasitəsilə nağdsız şəkildə etdikləri zaman avtomatik şəkildə yerindəcə çox sadə və bəli, endirim tətbiq olunurdu və bu davam etməkdədir bu arada. Hələ də həmin müəssisələrdə bu davam edir. Və ikinci, e-sosial mobil tətbiqində aktivləşən barkod ilə. Sosial tərəfdaş barkodu var. Buradan səslənirəm bütün pensiya, təqaüd, sosial müavinət alan hər kəsə, yəni bütün növ pensiyaçılara şamil olunur. Bu, az öncə də sadaladım. Şəhid ailələri, az təminatlı ailələr, yaşlı pensiyaçılar, bizim müharibə iştirakçılarımız, ailə başçısını itirməyə görə sosial ödəniş alan şəxslər, hamınız e-sosial mobil proqramını telefonunuza yükləyib, qeydiyyatdan keçərək, orada sizdə barkod aktivləşir. Yəni, barkodu axtara bilərsiniz ki, haradadır və s. Heç yerdə axtarmağa ehtiyac yoxdur. Elə tətbiqə daxil olan kimi adınızın altında barkodunuz aktiv şəkildə görünəcək. Həmin barkodu seçilmiş marketlər, supermarketlər, apteklər şəbəkələri, klinikalarda ödənişdən qabaq göstərməklə endirim sizə tətbiq olunur. Endirim tətbiq olunduqdan sonra artıq ödənişi İstər nağd şəkildə edə bilərlər, istər də digər bank kartları ilə və yaxud da pensiya kartı ilə də etmək mümkündür. Bu endirimlər eynidir, yoxsa mağazalara görə fərqlənir? Endirimlər müəssisələrə və xidmətlərə görə dəyişir. Məsələn, marketlərdəki endirim faizləri ilə klinikalardakı endirim faizləri bərabər ola bilmir. Məhsullara görə, xidmətlərə görə və s. dəyişir. Ona görə də minimal olaraq 2%-dən başlayaraq 40%-ə kimi endirimlər mövcuddur sosial tərəfdaş layihəsi çərçivəsində və bu endirim faizləri ilə, dərəcələri ilə və hansı müəssisələrdə neçə faiz endirim var, bununla tanış olmaq üçün sosialtərəfdaş.az saytı var, rəsmi saytımızdır. Ora daxil olaraq tərəfdaşlar bölməsindən istədiyiniz müəssisəni orada daxil olub öyrənə bilərsiniz. Və bu arada biz danışdığımız ədəfədə ekranın aşağı hissəsində deməli qeyd olunub, əlaqə nömrə də və saytda qeyd olunub ki, birbaşa daxil ola bilərsiniz. Barkoddan hər gün istifadə edə bilərik, yoxsa? Bəli, heç bir limit yoxdur bu arada. Bu sualda tez-tez rastlaşırıq ki, bəs müəyyən bir müddətə kimidirmi bu barkoddan istifadə və s. Xeyr, heç bir limit yoxdur. Barkodunuzu aktivləşdirdikdən sonra İstər gün ərzində bir neçə dəfə məsələn ola bilər ki, marketə gedəsiniz, aptekə gedəsiniz,
klinikaya gedəsiniz, hər dəfə istifadə edə bilərsiniz və növbəti günlərdədir. Yəni müəyyən tarixə kimi deyil bu endirimlər, limitsizdir və hər zaman istifadə edə bilərsiniz. Fariz bəy, əlavə sənəd göstərməyə ehtiyac yoxdur bu. Ancaq barkodu göstərilir, yoxsa başqa bir sənəddə göstərmək lazımdır, belə deyək. Heç bir sənədə ehtiyac yoxdur. Yəni sizin pensiya aldığınızı göstərən, sübut edən sənədə ehtiyac yoxdur. Əgər sizin barkodunuz varsa, bu onsuz da sırf bu kateqoriyada olan insanlarda aktivləşir. Yəni digər insanlar e-sosial mobil tətbiqini yükləyib qeydiyyatdan keçdikdə onlarda barkod olmayacaq. Hansı ki, Dövlət Sosial Müdafiə Fondundan pensiya, təqaüd, sosial ödəniş alan şəxslər var. Həmin şəxslər üçün bu barkod aktivləşir tətbiqin içində və bu artıq onun göstəricisidir ki, bu insan həqiqətən də həssas qrupa aid olan insandır. Yəni sadə bir şəkildə telefonunu göstərir kassada və həmin an şamil olunur faizlər. Bir də bu bütün məhsullara şamil olunur, yoxsa limitli məhsullara görədir endirimlər? Müəyyən məhsullar və müəyyən xidmətlər istisna olmaqla, məsələn, tütün məhsulları, spirtli içkilər və s. kimi istisna olmaqla digər bütün məhsullara təbii ki, bu endirimlər şamil olunur. Çünki hər hansı bir şəxslər daxil olurlar, siz dediyiniz kimi. Adını çəkdiyiniz məhsullardan alırlar və deyirlər ki, biz barkodu göstərdik, sonradan problem yaşanmasın. Bəli, o cür məhsullara endirim tətbiq olunmur. Nə gözəl, təşəkkürümü bildirirəm. Buyurun. Gəldiniz və bizə baxanlar inanıram ki, maarifləndilər. Deyəcək fikirləriniz varmı son olaraq? Mən də sizə təşəkkür edirəm və siz başda olmaqla təbii ki, Kanal İS-in rəhbərliyinə minnətdaram ki, bu cür sosial layihəyə dəstəyinizi nümayiş etdirirsiniz və xalqımızın, vətəndaşlarımızın maariflənməyinə, onların bu cür layihələrlə yaxından tanış olmağına dəstək olursunuz və fürsətdən istifadə edib bir daha vurğulamaq istəyirəm ki, əlaqə nömrəmizlə nə vaxt istəsəz, dəyərli vətəndaşlarımız, qeyd eləyin, WhatsApp üzərindən zənglə əlaqə saxlayın, nə çətinlik yaşayırsınızsa, nə probleminiz varsa, bu endirimlərlə bağlı anlaşılmaz məqamlar varsa, mütləq bizə bildirin, sizə aydınlıq gətirəcəyik və əlimizdən gələn yardımı göstərməyə hər zaman hazırıq. Təşəkkürümü bildirirəm və bir daha bizə baxanların diqqətinə çatdırmaq istərdim ki, efirimin qonağı sosial tərəfdaş layihəsinin aparıcı mütəxəssisi Fariz İlyasov idi. Biz bu gün lazım məlumatlara toxunduq və dediniz nömrə həftəçi 5 gün işləyir, yoxsa həftənin 7 günü fəaliyyət göstərir? Həftənin 7 günü fəaliyyət göstərir. 7 günü. İstənilən vaxt, yəni iş saatlarında əlaqə saxlayıb məlumatları əldə edə bilərsiniz. Təşəkkürümü bir daha bildirirəm və qısa bir aramız var. Ayrılıq ardından qaldığımız yerdən bərabərik.